Salam uşaqlar. Bugün 8-ci sinif 1-ci hissə kitabından 1.4 müasir dövrü cədvəl mövzusundakı tapşırıqların izahına baxacağıq. Birinci tapşırıq öyrəndiklərinizi tətbiq edindir. Deyir, atom nömrəsi 1-20 olan, yəni 1-dən 20-yə qədər olan elementlərin elektron formulu və dövrü cədvəldə yer arasında uyğunluq istifadə edərək atom nömrəsinə əsasən elementin dövrü cədvəldə yerinin müəyyən olması üçün hansı qaydanı təklif edərsiniz? Qaydanı berilyum, flor, alüminium, kükürt, kalium elementləri nümunəsində yoxlayın. Gəlin yoxlayaq. Birinci deyir ki, elektron formulunu qurmalısan, sonra dövrü cədvəldə yerini tapmaq üçün müəyyən bir qanuna uyğunluq verməlisən. Gəlin bu qanuna uyğunluğumuzu verək. Görək necədir bu qanuna uyğunluq. Birinci elementimiz berilyumdur. Gəlin berilyumu elektron formulunu tapaq. Yazaq ki, bu berilyum ümumi elektron formulu, yəni elektron konfigurasiyası necə olacaq? Necə yazırıq elektron konfigurasiyasını? 1s2, 2s2 və salam. Buradan da dayandırırıq. Çünki mən bura 2p yazsam, artıq 4'ü keçmiş olur axı elektron sayım. Ona görə 2s2-də saxlayırsınız. Çox uşaq burada çətinlik çəkir ki, mənim 2s2-dən sonra gətirə bilirik. Yox, 2-2, 4 elədimi, sən artıq əlini saxlayırsan, yazmırsan. İndi baxın. 1s2, 2s2 elektron konfigurasiyasında sonuncu təbəqə bizə elementin dövrünü verir. Bizim buradakı təbəqəmizə baxaq görək. Təbəqəmiz ən sonda hansı təbəqədir? Bir dəqiqə, bu qələmin kiçildim. Bax, birinci təbəqə var, ikinci təbəqə var. Sonuncu təbəqə ikinci təbəqədir. Deməli, element ikinci dövrdə yerləşir. Sonuncu təbəqədə neçə elektron varsa, o bizə elementin qrupunu verir. İkinci təbəqədə neçə elektron var? 2 elektron. Deməli, element ikinci qrupda yerləşir. 2 A qrupunda. Niyə A? Əgər elementin elektron konfigurasiyasının sonu S və ya P ilə bitirsə, biz buna ikinci A yarım qrupu elementi deyirik. Eyni şeyi flor üçün deyilir. Flor 9. Gəlin ayıraq. 1s2, 2s2, 2p5. Üstdən toplasaq həqiqətən 9 eləyir. 2 üstəgəl 2, 4, 4 üstəgəl 5, 9. İndi. Baxın, burada xarici, yəni sonuncu təbəqə hansıdır? İkinci təbəqədir də. Bax, bura ikinci təbəqə xarici bildirir. Deməli, element həqiqətən ikinci dövrdə yerləşir. Çünki bizim təbəqə sayımız bizim dövrümüzü verir. Sonuncu təbəqədə neçə elektron varsa, o isə bizim qrupumuzu verir. Neçə elektron var burada? 2 üstəgəl 5, 7 elektron. Deməli, element 7-ci qrupda yerləşir. Bəs A-dır, yəni əsas yarım qrupdur, yoxsa əlavə yarım qrupdur? Baxırıq, əgər sonu dedik S və P ilə bitirsə, əsas yarım qrupdur. Bunun sonu P ilə bitir, deməli, bəli, A yarım qrupu, yəni əsas yarım qrupdur. İndi o birisinə baxaq, alüminium 13-cü element. 1s2, 2s2, 2p6, 10 dənəsini yazmışam. Sonra nə gəlir? 3s2, 3p1. Sonuncu təbəqə hansı təbəqədir? Üçüncü təbəqə. Deməli, elementimiz üçüncü dövrdə yerləşir. Bəs bu sonuncu təbəqədə neçə elektron var? 2 elektron buradadır, 1 elektron da burada. Cəmi 3 elektron var. Deməli, bu element üçüncü qrupda yerləşir. Çünki sonuncu təbəqədəki elektron sayı bizim qrupumuzun nömrəsini verir. Bəs A-dır, yoxsa B-dir? Sonu P ilə bitirsə, deməli bu A, yəni əsas yarım qrup elementidir. Eyni şeyi kükür üçün də hesablayıb tapa bilərik. Gəlin ayıraq kükürü də. 1s2, 2s2, 2p6, 3s2, 3p4. İndi sonuncu təbəqə hansı təbəqədir? Üçüncü təbəqə. Deməli, element neçənci dövrdə yerləşir? Üçüncü dövrdə yerləşir. Üçüncü dövrdə neçə elektron var? 2 üstəgəl 4, cəmi 6 dənə elektron var. Deməli, 6-cı qrupda yerləşir. Bəs A yarım qrupudur, yoxsa B yarım qrupu? Əgər dedik ki, sonu S və ya P ilə bitirsə, deməli bu A yarım qrupudur. 6A yazırıq. Kaliumu da yazaq. Tapşırığımızı bitirək. Kalium 19. 1s2, 2s2, 2p6, 3s2, 3p neçə eləyir? 3s2-dən sonra 3p6. Baxın, artıq neçədənsin yazmışam? 18 dənəsin. Deməli, 3p6-dan sonra gələn elektron təbəqəsi 4s deyil.
Burada atırsam 1'i olur 19 dənə elektronum. İndi baxın, sonuncu təbəqə hansıdır? 4-cü təbəqə. Deməli elementimiz 4-cü dövrdə yerləşir. 4-cü dövr. Bəs bu sonuncu təbəqədə neçə dənə elektron var? Baxın, 1 dənə elektron var. Deməli elementin 4-cü dövrün 1-ci qrupunda yerləşir. Sonunda S-lə bitdiyinə görə deyirəm ki, 1-ci A yarım qrupunda yerləşir. Bundan istifadə edərək, bax bu dediyim qaydadan istifadə edərək 1-dən 20-yə qədər olan, nəinki 1-dən 20-yə qədər, hətta 20-dən sonrakını da eləyə bilərsiniz. Bütün elementləri elektron konfigurasiyasını yazaraq onların dövrünü, qrupunu müəyyən eləyə bilərsiniz. Yəni qısaca dövr sistemində yerini müəyyən eləyə bilərsiniz. Bu öyrəndiklərinizi tətbiq edin. Keçək öyrəndiklərinizi yoxlayın. Öyrəndiklərinizi yoxlayın birinci tapşırığı. 5-ci qrup elementlərinin rum rəqəmi ilə əsas və əlavə qrup göstərilməklə, 4-cü qrup elementlərinin isə 1-dən 18-ə qədər nömrələməklə ifadə olunmuş qruplarını müəyyən edin. Deməli, məndən nə istəyir? 5-ci qrupun rum rəqəmi ilə göstər. 5-cini rum rəqəmi ilə tap, amma A-sın, B-sin göstərməklə. Bir də deyir ki, 4-cü A yarım qrupunu isə normal 1-dən 18-ə qədər olan rəqəmlərlə tap ki, hansı qrupda yerləşir. Bilirsiniz də, qrup 2 cürdür də yeni kitablarımızda. Gəlin axtaraq, baxaq. Baxın uşaqlar, hardadır? Bu cədvəl görürsünüz, bu yuxarıdakı. Bu 1-dən 18-ə qədər olan dövrü cədvəl. Bəs 1-dən rum rəqəmləri ilə yazılanlar hansıdır? Bax, rum rəqəmi ilə verilən dövr sistemdə bax buradadır. İndi rum rəqəmi ilə olan 5-ci qrupa baxın. Hansı elementlər yerləşir burada? Vanadium, niobium, tantal, bir də dubnium. Düzdürmü? İndi gəlin bu 5-ci qrup elementlərini tapaq görək burada rum rəqəmi ilə harda yerləşirlər? Baxın, baba buradadılar. Bax. 5-ci B yarım qrupunda. Deməli 5 rum rəqəmi ilə göstərsən 5-ci B yarım qrupu göstərəcəksən. Bəs bu cədvəldəki 4-cü A yarım qrupundakılar yuxarıda harda yerləşir? Gəlin onu tapaq. 4-cü A yarım qrupu karbonla başlayan sıradır, düzdürmü? Gəlin həmin sıranı axtaraq görək yuxarıda rəqəm olaraq 1-dən 18-ə qədər hansı rəqəmlə göstərilir? Baxın, karbonla başlayan sıraya 14-cü. Deməli, 4-cü A yarım qrupu ilə işarələnmiş, rum rəqəmi ilə işarələnmiş qrup bizim 1-dən 18-ə qədər olan hissədə 14 rəqəmi ilə işarələnib. Yəni, desəz ki, tutam ki, 18 dənə qrup var, onda 14-cü qrupa düşür normalda 4-cü A yarım qrup elementləri. Bu belə. Keçək digər suala. İkinci sualda isə bizə deyir ki, elementlərin dövrü cədvəlindən istifadə etməklə hidrogen, brom, karbon, dəmir, kalium, flor elementlərin eyni qrupda və eyni dövrdə olmaqla qruplaşdırın. Bu necə işləyirsiniz? Elementlərin sıra nömrələri mütləq bilirsiniz. Gedirsiniz dövrü cədvəldən baxırsınız. Ona əsasən dövrün və qrupun bayaq dediyim qaydadan tapırsınız. Məsələn, hidrogen, sonra hansılar verir? Brom, karbon, dəmir, kalium, bir də flor. Yazdınız mı? Gedirsiniz, açırsınız dövrü cədvəlinizi. Baxın, dövrü cədvəl hardadır? Hər hansı birini aça bilərsiniz. Baxırsan, hidrogen neçəcə elementdir? Birinci element. 1 yazdın. Sonra bunu ayırırsan. 1, S1. Eləmi? Biz dedik ki, neçənci dövrdə yerləşir bu? Necə tapırıq? Təbəqəyə baxırıq. Bunun sonuncu təbəqəsi elə bir dənə təbəqəsi. Burada birinci təbəqədir. Deməli, bu birinci dövrdə yerləşir. Birinci dövrdür. Həmin təbəqədə neçə elektron var? 1 elektron var. Deməli, elə birinci qrupda da yerləşir. 1A. Sonra gedirsiniz, axtarırsınız bromu. Ki, görəsən bromun nömrəsi neçədir? Onu tapandan sonra başlayıb ayıracaqsınız. 1, 1, 2. Məsələn, 1S2, 2S2-nin ayırıb baxacaqsınız. Gəlin, axtaraq görək brom hardadır? Brom bilirsiniz də halogenlər qrupundadır. Bax, flor, xlor, brom yox. Neçənci elementdir? 35-ci elementdir. Hə, 35-i artıq ayırmaq lazımdır. 35-i gəlin ayıraq, kömək eləyək bir-birimizə. 1S2, siz də ürəyinizdə özünüz üçün ayırın işlədikcə. 2S2, 2P6, 3S2, 3P6, 4S2. Uşaqlar, bilirsiniz də, buracan 20 dənəsini ayırmış oluram. 4S2-dən sonra nə gəlir? 3D10.
30 dənəsini ayırdım mı, əlimdə 5 dənə qalır. Onda 4S, 3D ondan sonra nə gəlir? 4P5. 35 dənəsini ayırdım. İndi deyirik ki, sonuncu təbəqəyə baxırıq ki, sonuncu təbəqə hansı təbəqədir? Uşaqlar, sonuncu təbəqə burada 4-cü təbəqədir, bax. Deməli, element 4-cü dövrdə yerləşir. 4-cü dövr. Bəs hansı qrupda yerləşir? Deyirik ki, sonuncu təbəqədəki elektron sayı bizə qrupun nömrəsini verir. Sonuncu təbəqədə 2 dənə elektron burada var, 5 dənə elektron burada var. 7 dənə elektron var. Və baxırıq ki, deməli, element 7-ci qrupda yerləşir. Əgər elektron konfigurasiyasının sonu S və ya P ilə bitirsə, bu A yarım qrup elementidir. Deməli, bizdə P ilə bitdiyinə görə 7, A yarım 7-ci qrupda yerləşir. Sonra baxırsınız karbona, bax buradadır karbon, 6-cı elementdir. 1S2, 2S2, 2P2. Gedirsiniz, baxırsınız ki, sonuncu təbəqəsi hansıdır? Bunun, budur da ikinci təbəqə. Deməli, element ikinci dövrdə yerləşir. Sonuncu təbəqədə neçə elektron var? 2 dənə, bu da 2 dənə, 4 dənə elektron var. Deməli, 4-cü qrupda yerləşir. Bəs A yoxsa B? Baxırsan ki, elektron konfigurasiyanın sonu P ilə bitib. Deməli, bu A yarım qrupunda yerləşir. Sonra dəmir 26-cı elementdir. Yəni, 26-nı da ayırıb baxırsan. Gəlin ayıraq. 1S2, 2S2, 2P6, 3S2, 3P6, 4S2. 20 dənəsini yazdım. Sonra da əlimdə 6 dənə qaldığına görə 3D yazıb, burada 6-sını yazıram. İndi baxın, sonuncu təbəqə burada hansıdır? Baxın, 4-cü təbəqə. Deməli, element 4-cü dövrdə yerləşir, uşaqlar. 4-cü dövr. Bəs bu sonuncu təbəqədə neçə elektron var? Sonuncu təbəqədə neçə elektron var? 2 elektronu var. Amma məsələ nədən ibarətdir? Əgər element D elementidirsə, qrupun tapanda S ilə D-nin üzərini toplamalısınız. Bax, 2 dənə S-də var, 6 dənə də D-də var. Cəmi neçə elektron eləyir? 8 elektron. Deməli, elementin 8-ci qrupda yerləşir. Yazdım mı 8-ci qrup? İndi baxırsan ki, elektron konfigurasiyanın sonu 3D ilə bitib. Biz demişik S və P ilə bitirsə əsas yarım qrup, D ilə F ilə bitirsə əlavə yarım qrupdur. Deməli, bu 8-ci qrupun nə idi? Əlavəsidir. 8B şəklində yazırsan. Sonra keçək kaliuma. Kalium 19-cu elementdir. Bax, buradan axtarıb tapa bilərsiniz. Bax, kalium 19. 19-u ayırırsınız. 1S2, 2S2, 2P6, 3S2, 3P6, 4S1. Neçənci dövrdür? Da yazmıram, bir şahid deyək. 4-cü dövrdür. Çünki axırıncı təbəqə 4-dür. 4-cü dövrün neçənci qrupudur? Baxın, görün 4-cü dövrdə neçə elektron var? 1 elektron. Deməli, 4-cü dövr 1-ci qrup. Sonu da S ilə bitdiyinə görə A, yəni əsas yarım qrup elementidir. Sonra flor. Floru axtarıb tapsaz 9-cu elementdir. Gəlirsən 1S2, 2S2, 2P5. Sonuncu təbəqə ikinci təbəqədir. Deməli, element ikinci dövrdə yerləşir. Bu dövrdə neçə elektron var? 2 üstə gəl 5, 7 elektron. Deməli, element 7-ci qrupda yerləşir. Baxırsan bəs sonuna ki, nə ilə bitib sonu? P ilə bitib. Deməli, A, yəni əsas yarım qrup elementidir.